Salam yoldaşlar, bugün biz Taxpro proqramı vasitəsilə əldə etdiyimiz məlumatlardan təşkilatın hansı qaymələri əvəzləşib və yaxud da əvəzləşməyib onu müəyyən edəcəyik. Bunun üçün daxil oluruq vergi səhifəsinə, müəyyən dövr üzrə qaymələri əldə edirik. Həmçinin Taxpro proqramı vasitəsilə bundan əvvəl əvəzləşdirdiyimiz qaymələrin siyahısını çıxardırıq. Əldə etdiyimiz məlumatları bizim Excel fayla yerləşdiririk. Bundan sonra Excel forması vasitəsilə burada gələn elektron qaymə üzərindən hansı qaymələr əvəzləşməyib, onun siyahısını əldə edirik. Həmçinin hansılarsa qismən əvəzləşibsə, onların da məlumatlarını görmüş oluruq.